Hörmətli izləyicilər, mən Onur Rəstov, Amarkets Global şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksini nəzər salaq. Bildiyimiz kimi dollar indeksi bir öncəki videolarımızda da qeyd etmişdik. 27 Mart tarixindən etibarən düşən trendə başlamışdı. Bir mənada dollar indeksi bu il ərzində 8,8% ulaşaraq 97 səviyyəsinə gəlmişdi. Lakin hörmətli izləyicilər, diqqət etirsəniz, 23 aprel tarixində, yəni bu gün etibarilə bir mənada dollar indeksi bu günün birinci müqavimət səviyyəsini qırmış oldu. Hətta bazar diqqət etirsəniz qəflə açılmış oldu. Və bu bir mənada dollar indeksinin olan düşüş trendinin başa çatdığını göstərən güclü bir siqnaldır. Və nə qədər ki dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 97,939 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz dollar indeksinə yuxarı yönlü korreksiyanı proqnoz edə bilərik. Ümumiyyətlə, dollar indeksində son həftə olan kəskin ucuzlaşmanın səbəbi, hörmətli izləyicilər, Trumpın Jeremy Powell'a faiz dərəcəsini aşağı salmaqla bağlı təzyiq etməsi idi ki, bu da bir mənada dollara olan güvəni azaltmışdı və dollarda olan satış pozisiyalarını artırmışdı. Lakin Trumpın yenidən tarif siyasəti ilə bağlı müsbət açıqlamalar verməsi, həmçinin hörmətli izləyicilər, xüsusilə Çinlə bağlı ticarət danışıqlarının olacağını və hal-hazırda 145% ticarət tariflərinin tətbiq edilməsinin həddindən artıq yüksək olduğunu söyləməsi bir mənada Çinlə Amerika arasında, xüsusilə digər ölkələrlə bağlı ticarət razılaşmalarının həyata keçirilə biləcəyi ehtimalını artırmış olur və bu da bir mənada birjalarda müsbət bir, belə deyək, gözlənti yaratmış oldu və bu da dollara müsbət təsir etmiş oldu. Nə qədər ki, qeyd etdiyimiz kimi dollar indeksi texniki olaraq bu günün birinci dəstək səviyyəsini qırıb onun altına bağlanmazsa, yəni 97,939 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz dollar indeksində hələlik yuxarı yönlü korreksiyanın şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi avro-dollar valyuta cütlüyünə də 27 Mart tarixindən etibarən başlayan yüksəliş trendi rekord səviyyəyə çataraq bir mənada avro-dollar valyuta cütlüyünü 1,15 səviyyəsinə qədər gətirmiş oldu. Lakin hörmətli izləyicilər, dünən etibarilə və həmçində bu günlərin avro-dollar valyuta cütlüyünün texniki olaraq bu günün birinci dəstək səviyyəsi olan 1,13764 səviyyəsini aşağı yönlü qırması ilə avro-dollar valyuta cütlüyünün olan yüksəliş trendi bir mənada başa çatmış oldu. Və gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,15064 səviyyəsini qırıb, yəni bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə aşağı yönlü korreksiyanı proqnoz edə bilərik. Ümumi fonda isə, hörmətli izləyicilər, bir öncəki videomuzda da qeyd etdiyimiz kimi, avronun bu dərəcədə yüksəlməsi Avrozona iqtisadiyyatına negativ təsir edir. Xüsusilə keçən həftə Avropa Mərkəzi Bankının faiz dərəcəsini 2,65%-dən 2,40%-ə salmasına baxmayaraq, avronun bu qədər yüksəlməsi öz növbəsində təbii ki, Avrozona iqtisadiyyatının ixrac potensialını zəiflətmiş olur. Və bundan dolayı da avroda olan bu qədər yüksəlişi bir mənada Avropa Mərkəzi Bankı yenidən müdaxilə etməklə bunu məhdudlaşdıra bilər və gördüyümüz kimi faktiki olaraq da avroda olan artıq yüksəliş trendi bir mənada başa çatmış oldu. Qeyd etdiyimiz kimi texniki olaraq bu günün birinci müqavimət səviyyəsi qırılıb onun üzərinə bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə aşağı yönlü düşüşün şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə, GBP-USD valyuta cütlüyündə də 9 aprel tarixindən etibarən başlayan yüksəliş trendi bir mənada artıq bu gün 23 aprel tarixində başa çatmış oldu və diqqət etirsəniz, İngilis fondu və dollar valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsini aşağı yönlü qırmış oldu və nə qədər ki, gün ərzində GBP-USD valyuta cütlüyü 1,33954 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə aşağı yönlü korreksiyanın şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Bildiyimiz kimi 9 aprel tarixindən etibarən başlayaraq qızılın qiymətində rekord səviyyədə bahalaşma oldu və qızıl 3400 dollar səviyyəsini belə keçmiş oldu. Lakin hörmətli izləyicilər, bu gün etibarilə, yəni 23 aprel tarixi etibarilə qızılın bu gün üçün birinci dəstək səviyyəsi olan 3330 dollar səviyyəsindən aşağı yönlü qırması bir mənada qızılda olan yüksəliş trendinin başa çatdığını və yaxud da aşağı yönlü korreksiya etdiyini göstərir. Gün ərzində nə qədər ki, qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3464 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa,
biz qızılda aşağı yönlü korreksiyanı proqnoz edə bilərik. Ümumi fonda isə hörmətli izləyicilər, hələlik qızılın qiymətinin kəskin ucuzlaşmasında hər hansı bir fundamental səbəb yoxdur. Sözsüz ki, Çin və Amerika arasında hər hansı bir razılaşma olarsa, ticarət razılaşması olarsa, bu qızılın qiymətində aşağı yönlü düşüşlərə səbəb ola bilər. Lakin fundamental olaraq hələlik qızılın qiymətində olan hər aşağı yönlü korreksiya bir mənada alış üçün böyük imkanlar yaratmış olur. Hörmətli izləyicilər, bir digər maliyyə S&P 500 indeksidir. Ümumi olaraq S&P 500 indeksi bildiyimiz kimi düşən trenddə davam edirdi. Lakin Trumpın dünən Çinə tətbiq etdiyi tariflərlə bağlı müsbət açıqlaması, belə ki, Trump qeyd etdi ki, Çinə tətbiq edilən tariflər çox yüksəkdir və bir mənada Çinlə bağlı yeni ticarət razılaşmasının əldə edilə biləcəyinə dair açıqlamalar vermiş oldu və bundan dolayı da S&P 500 indeksi yuxarı yönlü korreksiya etmiş oldu. Nə qədər ki, S&P 500 indeksi birinci dəstək səviyyəsi olan 5096 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində hələlik yuxarı yönlü korreksiyanın şahidi ola bilərik. Lakin ümumi fonda baxdıqda hörmətli izləyicilər, Amerikan səhm bazarında hələlik yüksəliş trendinin başladığını söyləmək tezdir. Çünki xüsusilə diqqət etirsəniz, Amerikanın istiqraz bazarında faizlər hələ də yüksəkdir və Amerikanın borc problemini hələlik həll etdiyinə dair hər hansı bir dəqiq bir göstərici yoxdur. Bundan dolayı S&P 500 indeksində olan yuxarı yönlü korreksiya, belə deyək, müvəqqəti ola bilər və yenidən S&P 500 indeksi eniş trendinə qayıda bilər. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.